Hətta mən imtahana gedəndə əlimdə kafelə aparmışdım. Siz yerdə uzanın, çəkin, pəncərəyə qoyun, çəkin. Bir qatı vurdunuz, gözləyin, ikinci qatı vurun. Çox sağ olun müəllim. Taxtanı mismarlayırlar. Məncə taxtanı mismarlamırlar. Yəni elə ümid eləyirəm. Evdə öyrənə bilmərsiniz deyə bir şey yoxdur. Hər kəsə salam. Hepinize merhaba arkadaşlar. Hər kəsə salam dostlar. Mən Nuray, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik dizayn tələbəsiyəm. Son kursam. Aylar sonra artıq məzun olacağam. Şükürlər olsun ki. Bugün qabiliyyət imtahanı ilə bağlı sizdən gələn sualları cavablandıracağam. Ümid edirəm ki, sizin üçün yararlı bir video olar. Getdik. Birinci sualımız əsasən hansı fiqurlar və ya hansı heykəllər düşür imtahanda? Bu arada onu deyim ki, mən imtahanı 4 il əvvəl, 4-5 il əvvəl falan vermişəm və düzdür, o vaxtdan bu vaxta çox şey dəyişib məncə, amma heykəllər falan eyni qalıb. Qatamelat Qatamelat Diana, Venera, Avqust. Hələ ki bunları bilirəm. Məncə bunlar düşür sadəcə. Ən çox hansı heykəli işləməyə məsləhət görürsüz? Çalışın bütün heykəlləri işləyəsiniz. Çünki hansının düşməsini istəmirsinizsə, o gəlib sizin imtahanınıza düşəcək. Çünki məndə belə olmuşdu. Veneranın düşməsini qətiyyən istəmirdim, amma gəldi və o düşdü. Ən çox işləməyi sevdiyim heykəl Qatamelatdır. Çünki detalları falan çox iridir, gözü falan, üz forması. Daha rahat gəlir mənə işləmək. Bilmirəm. Məsələn, Avqust çox belə xırda-mırda özü var deyə və detalları çox belə incəliklərlə işləməlisən, mənə elə gəlir. Amma məsələn Qatamelat işləmək çox zövqlüdür. Həqiqətən Qatamelat işləməyi çox sevirəm. Bu arada mənlə eyni fikirdə olmayan çox insan var. Çox insan Qatamelatı sevmir, amma mən sevirəm. Çox önəmli bir bilgi idi. Heykəl yoxsa akvarel daha asandır? O baxır sizin zövqünüzə, yəni məsələn mən akvarellə işləməyi çox sevmirəm. Daha çox karandaşla işləməyi sevirəm. Amma elə insan var ki, akvarel daha yaxşı bacarır, yəni texnikasını tutub onda çox yaxşı da gedir, yəni. Bilmirəm, mən akvareli çox sevmirəm əslində, amma maraqlıdır, amma o qədər də sevmirəm, yəni karandaş mənə daha rahat gəlir. Zövqünüzə, tərzinizə, hansını işləməyi daha çox sevdiyinizə baxır. İmtahana saat neçədə getməyə lazımdır? Çölə falan çıxmağa icazə var. 6 saat ərzində nə edəcəyik? Deməli, imtahan saat tam olaraq xatırlamıram açıq saat neçədə başlayır, amma yəqin ki, sizə dəqiq məlumat verərlər. Mən sizə məsləhət görərdim ki, imtahandan 1 saat tez, ən az 1 saat tez orada olasınız. Çünki bizim dönəmimizdə belə bir şey var idi. Kim daha tez getdisə, harda istəyir orada oturur. Yəni mən düşünün, bir dəfə gec getmişdim, 3 imtahana girmişəm, bir dəfə tez getmişdim, gec getmişdim daha doğrusu və arxaya düşmüşdüm, heç nə görmürdüm. Qabağımda uşaqlar var idi və heç heykəli görmədən işlədim. Mən o heykəli necə işlədim bilmirəm. Yəni məsələn öndən işləməyi sevirsinizsə, heykəlin önündə oturun, yandan işləməyi sevirsinizsə o tərəfdə. Yəni hansı sizə daha rahatdırsa orada yerinizi seçib otura bilərsiniz. Gününüzün neçə saatı dərs oxumaqla keçir? Bu yəqin ki, rəsmlə əlaqədar bir sualdır. Yəni neçə saat rəsm işləyirdim? Mən əslində çox rəsm işləmirdim, düzünü desəm. Hazırlığa gedirdim həftədə 3 dəfə. 2 saat məşğul olurdum. Əlavə olaraq da evdə bəzən praktika eləyirdim. Məsələn, evdə nə tapsaz, alma, armud, çaynik, nə tapsaz, əlinizə nə keçdi, qoyun, çəkin. Yəni həm sizin üçün vərdiş halına gələcək, ölçü götürmək və işıq kölgəni işləmək, karandaş da ola bilər, akvarellə də ola bilər. Yəni şərt deyil əslində akvarellə işləyəsiniz. Əlinizi açın, yəni tək işləyəsiniz o fiqurların quruluşunu falan, yəni əliniz öyrəşsin. Mütləq işləməyi mən sizə məsləhət görərəm. Düzdür, mən çox işləmirdim, amma siz işləyin. Ştrixləri oranda dizimin üzərinə qoyuram taxtanı, amma imtahana getmiş uşaqlar deyir ki, taxtanı mismarlayırlar. Məncə taxtanı mismarlamırlar. Bilmirəm, indi bəlkə də ola bilər ki, o uşaqda mismarlamış ola bilərlər, amma məncə mismarlamırlar. Yəni mən belə bir şey görməmişəm. Çünki kim necə istəyirdi, elə işləyirdi. Yəni siz yerdə uzanın, çəkin, pəncərəyə qoyun, çəkin, heç bir fərqi yoxdur. Yəni tək ki siz o işi orada təhvil verəsiniz. Yəni mismarlamırlar məncə. Yəni elə ümid eləyirəm. Mən belə bir şey ilk dəfə də eşidirəm çünki. Salam, mən qabiliyyətə hazırlaşıram. Deyirlər indi bal vermə yoxdur, ancaq məqbul olacaq və buraxılış balı əsas götürüləcək. 6 və 6-dan sonrası məqbuldur. Yəni buraxılış balı əsas götürüləcək. Əslində ikisi də vacibdir. Yəni siz buraxılışdan az yığsaz, digərindən çox yığsaz, məsələn, ya ödənişliyə düşürsüz, ya da düşməyiniz biraz çətindir. Düzdür, qabiliyyət də ən əsası əslində qabiliyyətdir, amma buraxılış balınız da çox vacibdir. Yəni buraxılış balınızın ən azından normal olmasına diqqət göstərin. Hələ ki indi məsələn dizayna hazırlaşanların sayı daha çox olduğuna görə rəqabət çoxdur. Ona görə də ballar çox qalxıb. Buraxılış balınızın ən azından 150 140 olmasına diqqət göstərin. Daha sonra mənə hazırlıqsız evdə hazırlaşmaqla bağlı çox suallar gəlir. Təbii ki, evdə hazırlaşa bilərsiniz. Hətta mənim tanıdığım bir neçə qrup yoldaşım var idi ki, onlar son bir həftə qalmış ya da ümumiyyətlə evdə hazırlaşan uşaqlar idi. Yəni normal ballarına keçdiyini görmüşəm. Bu məncə
sizdən asılı olan bir şeydir. Sizin əl qabiliyyətinizdən, götürmə qabiliyyətinizdən asılı olan bir şeydir. Amma sizə məsləhət görərdim ki, evdə hər gün çalışın ki, işləyin. Yəni bu rəsmi təkcə kopyalamaqla bitmir. Yəni onun işıq kölgəsi, perspektivi, ölçüləri, onların hər birini bilməlisiniz. Yəni bunlar üçün də əlbəttə ki, müəllim olması daha sizin üçün avantajlı olur, amma evdə öyrənə bilmərsiniz deyə bir şey yoxdur. Sizə burada yəqin ki, buralarda bir yerlərdə YouTube kanalları qoyacağam. Aşağıda da yazaram həmin YouTube kanallarını. Oradan ölçülərə, perspektivə, daha sonra akademik rəsmlərə baxa bilərsiniz, öyrənə bilərsiniz. Amma yenə də çox evdə işləməyə diqqət göstərin. Yəni hər gün işləyin, ştrixləri öyrənin. Daha sonra işıq kölgəni öyrənin, perspektivi öyrənin. Əgər hazırlığa gedənlər həftədə 3 dəfə işləyirsə, siz 5 dəfə işləyin. Çox bir şey qalmayıb imtahana. Ona görə də motivasiyanızı yığıb fokuslanmağa çalışın, işləyin. Məncə alınar, çünki imkansız bir şey deyil. Salam, bəs deyirlər ki, imtahanda 200 keçsən, qabiliyyət imtahanı verməsən də olar. Düz məsələdir, çünki mən də vermək istəmirəm. Deməli, belə bir şey var təbii ki. Bəzi universitetlər qabiliyyət imtahanı tələb eləmir. Buna Google-da araşdırsaz görə bilərsiniz. Məsələn, Mühəndislik Universiteti səhvləmirəmsə. Təbii ki, onların da balı çoxdur, UNEC də həmçinin. Yəni qabiliyyət imtahanı verməyə də bilərsiniz. Sadəcə buraxılış imtahanınızın balı çox olmalıdır. Yəni kifayət qədər çox olmalıdır ki, siz universitetlərdən birinə düşə biləsiniz. Və sizə akvarellə bağlı bəzi tüyolar vermək istəyirəm, ümumi rəsmlə bağlı. Bunları mən universitetə hazırlaşanda müəllimim demişdi, mən də sizə ötürüm. Birincisi dostlar, akvarellə işləyəndə bu bildiyimiz palitralar ki var. O palitralar da mən məsələn işləyə bilmirdim. Daha doğrusu məni qaynə eləmirdi. Yəni tam qarışmırdı. Belə qəribə bilmirəm. Akvarel istifadə edənlər yəqin ki, məni başa düşdü. Mən onun üçün bilirsiniz nə istifadə edirdim. Bildiyiniz kafel, yəni açıq rəngdə, yəni rəngləri görə biləcəyiniz kafel. Siz inanın, o qədər möhtəşəm bir şeydir ki, rənglər elə qarışır ki üstündə, yəni çox işinizə yarayacaq. Hətta mən imtahana gedəndə əlimdə kafel aparmışdım. Çox ağır idi, amma apardım. Və hətta mənə qıraqdan durub baxanlar deyirdi ki, bax, kafel gətirib falan. Və həqiqətən çox işimə yaradı. Daha sonra, əgər gördünüz ki, işiniz pisdir, yəni çıxılmaz bir vəziyyətdəsiz, heç ürəyinizcə deyil, çox pisdirsə, sizə son çarə olaraq qabuyan nə deyirlər? Süngər. Sizə qabuyan süngərlərdən istifadə eləməyinizi məsləhət görürəm. Bunu mənə müəllimim demişdi. Dedi ki, deməli o süngərdən vərəqi yuya bilərsiniz. Amma yəni çox sulu eləməyəcək şəkildə biraz elə o süngəri suyun altına salıb təmizləmək mümkündür işi. Yəni sonradan üstündən işləyə bilərsən, amma çox yaş eləməyəcək şəkildə. Bilmirəm bu taktik kimin işinə yarayar, neyiniyər, amma mənə demişdi müəllimim və məncə yəni hər ehtimal qarşı özünüzdən aparın. Və akvarel işləyəndə, yəni akvarel işləmək, yəni karandaşla işləmək kimi deyil. Karandaşla işləyəndə ən azından bilirsən ki, bunu pozanda silinər, yəni rəngi açıqlaşar falan. Amma akvarelin geri dönüşü yoxdur. Yəni düzdür, su ilə falan da təmizləyə bilərsən, amma bir müddət üst-üstə rəngləyəndə çirk alınır. Çalışın ki, fasilə verə-verə işləyəsiniz. Məsələn, bir qatı vurdunuz, gözləyin, 2-3 dəqiqə gözləyin, ikinci qatı vurun. Tələsməyin, yəni 6 saat sizə orada vaxt veriləcək. Heç bir stresiniz falan olmasın, yəni çatdıra bilmərəm falan, çatdıra da bilərsiniz, yəni hətta 2 saata falan çatdırarsınız. Ona görə çalışın yavaş-yavaş işləyin, heç yerə tələsməyin. Bir də məsələn karandaşla işləyəndə tutaq ki, gözünüzün qabağında natürmort var və onun işıq kölgəsini seçə bilmirsiniz. Bəlkə də bunu çoxları bilir. Gözünüzü qıyın. Gözünüzü qıyanda onun tünd və açıq yerlərini çox rahat şəkildə seçə bilirsiniz. Mənə bunu da müəllimim demişdi. Sağ olsun, buradan ona salamlarımı göndərirəm. Mən bu yerlərə gəldimsə onun sayəsindədir. Çox sağ olun müəllim. Bu arada not tutmamışam deyə yadımda qalmayan bir neçə nüans da ola bilər. Mənə yorumlarda və yaxud DM-də yaza bilərsiniz. Heç çəkinməyin. İstədiyiniz sualı verə bilərsiniz. Bu arada Elza Seycan məni takip eləyir. Buradan ona da salamlarımı göndərirəm. Bəli dostlar, bu qədər. Yəni əslində bu qədər deyil. Bəlkə də çox deyiləcək sözüm var idi. Bəlkə də yox, deyiləcək sözüm çox idi. Bəlkə də hər kəsilsən insan, evet. Əgər səhifəmi düzdür heç də paylaşmamışam, sadəcə bir vloqum var, amma səhifəmi bəyəndinizsə, takip atmağı, like atmağı unutmayın. Bir də nə deyəcəydim, unutdum. İmtahanda hər şey icazə var demək olar ki.
Çölə çıxmağa bizdə icazə yox idi. Bəlkə kimlərsə icazə verər, amma bizdə icazə vermirdilər çölə çıxmağa. Amma çölə çıxmaqdan başqa istəyirsiniz yemək aparın, istəyirsiniz nə bilim istirahət eləyin, kef eləyin, yəni orada sizə heç bir qadağa olmayacaq. Siz o işi sadəcə təhvil vermək qarşısında bir məsuliyyətiniz olacaq. Bu qədər, yəni. İşi realistik işləməyə çox da özən göstərməyin. Əsas işıq kölgədir, perspektivdir, köməkçi xəttlərdir. Onlara çox diqqət göstərin. Yəni ölçüdür. Ölçü səhvdirsə, yəni balınızın yarısı getdi, yəni. Ölçüdə çox diqqətli olun. Deyəcəklərim bu qədər idi. İmtahanda hər kəsə uğurlar. Ümid edirəm ki, istədiyiniz balı yığıb istədiyiniz universitetə düşərsiniz. Hələlik.